Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətinin artırılması və müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə müəllimlərin attestasiya prosesi həyata keçirilir. Attestasiya müvafiq normativ hüquqi sənədlərə və mövcud qanunvericiliyin tələblərinə əsasən təşkil edilir. Bakı və Abşeron Xuzu regionlarını əhatə edən ilkin mərhələdə ümumilikdə 47 musiqi və incəsənət məktəbində çalışan 1759 fortepiano və musiqi nəzəriyyəsi müəllimi attestasiyaya cəlb edilib. Yekun nəticələrə görə 492 nəfər tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 112 nəfəri komissiya üzvlərinin 2 lehinə, 3 əleyhinə səsi ilə qiymətləndiriliblər. Bu şəxslər üçün əlavə inkişaf imkanlarının yaradılması məqsədi ilə onların xüsusi təlim proqramına cəlb olunmaları nəzərdə tutulur. Attestasiyanın nəticələrinə əsasən 100-dən çox şəxsin xüsusi təlim proqramına cəlb olunması tövsiyə olunmuşdur. Mədəniyyət Nazirliyinin tapşırığı ilə Mədəniyyət üzrə Elmi Metodiki və İxtisas Artırma Mərkəzi həmin şəxslər üçün attestasiya komissiyaları tərəfindən qeyd olunan təlim ehtiyaclarına uyğun olaraq ixtisas, musiqi tarixi və musiqi nəzəriyyəsi üzrə xüsusi inkişaf yönümlü təlim proqramları hazırlamışdır. Təlimlər mayın 1-dən etibarən mərhələli şəkildə təcrübəli mütəxəssislərin iştirakı ilə həyata keçiriləcəkdir.